Və əkəsə fil kafiyə. Cənab İbn Malik'in Kafiyə adında da kitabı var. Elmi nəhvdən danışır orada. O kafiyədə deməli əksinə dedi. Yəni dedi kəlamına qovlun. Niyə kafiyədə əksinə gətirdi? Yəni kafiyədə dedi kəlamına qovlun, demədi kəlamına ləfsün. Bu əlfiyədə isə gəldi dedi kəlamına ləfsün. Demədi kəlamına qovlun. Bunu niyə belə elədi? Deyir, li'annəl qovlə cinsun qaribun. Buna görə ki, nəzər elədi kafiyədə buna ki, qovl cinsi qəribdir. Amma o zərəri ki, qovulda var idi, ona nəzər eləmədi. Qovlun zərəri nə idi? Müştərək ləfsi olması idi. Buna heç bu Cənab-ı Müsənnif İbn Malik nəzər salmadı. Fəqət gördü ki, qovl cinsi qəribdir. Dedi ki, mən qovl deyirəm. Biz də deyirik ki, ağa İbn Malik, sən ki qovl deyirsən, bəs biz o zərəri nə eləyək? Zərərlə nə cür müdarə eləyək? Çünki əğyər daxil olur tərifə, tərifi xarab eləyir. Buna mütənəbbih olmadı. Həmin qədər gördü ki, qovl cinsi qəribdir və kəlamın mahiyyətini gözəl başa salır, anladır. Ona görə də qovl kəlməsini ixtiyar elədi. Sonra mütənəbbih oldu. Yəni ayıldı ki, bu nəf idi. Burada mənfəət var qovl kəlməsi gətirməkdə, qovlu işlətməkdə, kəlamına qovlun deməkdə. Lakin mənfəətdən də böyük olan, əzəmətli olan, mənfəətlə qabil müqayisə olmayan zərər də var. Zərər də nə idi? Zərər əğyarın tərifə daxil olması idi. Əğyar nədir? Yəni rəyin və etiqadın da kəlamına qovlun deyəndə rəy və etiqad da daxil olur tərifə. Li'annəl qovlə cinsun qəribun. Ona görə ki, deyir qovl cinsi qəribdir. Niyə görə? Li'ədəmi itlaqihi ələl mühməl. Buna görə ki, deyir qovl mühmələ itlaq olmur. Şamil olmur. Amma ləfz əmsilənin əvvəlində var idi ki, oxumuşdu. Ləfz iki qismdir. Mühməl və müstəməl. Qovl cinsi qəribdir və mühməlatı da tutmur. Mühməlatı ki tutmur, deyir ki, bu yaxşı haldır. Yəni, deyək ki, kəlamına qovlun. Ki, mühməlatı tutmadığına görə mənfəət var. Bixilaf-ı ləfz. Ki, əgər ləfz desəydi, mühməl daxil olacaqdı. Deməli, tərifə. Bu cəhətdən orada qovl dedi. Ləfzün deməklə o zərərin qarşısını aldı Cənab-ı Müsənnif İbn Malik. Bəli. Kəlamına ləfzün mufidun. Mufid deyəndə yəni nəzərdə tutulur. Mufid görəsən nədir ki, bu Cənab-ı İbn Malik bu beytdə deyir, kəlamına ləfzün mufidun. Mufid həmin o şeydir ki, şərh-i əmsilədə deyilib. Deyir ki, əl-kəlamı ma əfadəl müstəmiyə faidətən tammətən yəsihhus sukut, bəziləri deyib, bəzi nüsxələrdə yəsihhus sukut gəlib. Bəzi nüsxələrdə isə deyilib yəhsünüs sukut. Yəhsünüs sukutla yəsihhus sukutun fərqi nədir? Onunla işimiz yoxdur. Bəzi deyir, biz nəhviyinin kəlamı bir ləfsidir ki, xeyli müfid, fayda verəndir. Müfiddir, yəni yəhsünüs sukuti əleyhdir. Bu cür kəlam bizim yanımızda deyir, kəlam hesab olunur. Mufidun ey mufhimun mənən yəhsünüs sukuti əleyh. Mufidun, yəni mufidun deyəndə məna budur ki, yəni bir mənanı başa salandır ki, hüsnü var. Yəni gözəl olar ki, müxatəb sükut eləyə. Buna deyirlər mufid. Yəni nəhv alimlərinin yanında bu cür kəlama deyərlər ki, deməli kəlam-ı müfid. Kəma qalə fi şərhil kafiyə. Necə ki, bu fərmayişi, bu deməli göstərişi Cənab-ı Müsənnif özünün şərh-i kafiyəsində buyurur ki, müfid o şeydir ki, yəhsünüs sukuti əleyhdir. Sukut məstərdir, əzizim mən. Məstər fail istəyir. Kim sukut eləsin? Buyurur ki, bu məsələdə 3 ehtimal var. Bir ehtimal budur ki, yəhsünüs sukut, yəni mütəkəllim sakit olsun. Yəhsünüs sukut, ikinci versiyada, yəni müxatəb sakit olsun. Üçüncü vəc budur ki, üçüncü ehtimal budur ki, yəhsünüs sukut, yəni hər ikisi sakit olsun. Məsələn, ağay xətib bir dənə mətləb danışır minbərdə. Müxatəb deyir ki, ağa, başa düşdük da, bundan artıq təkrar eləmə. Burada deməli müxatəb muraddır sükutdan. Bəs sükut fail istəyir. Sükutun faili kimdir? Deyir, 3
nəql eləyiblər bu barədə. 3 nəzər var. Vəl muradu sükutul mütəkəllim, yəni mütəkəllimin hər yerdəki meyli var, sükut eləyər. Yəhsünü sükutul mütəkəllim. Mütəkəllimə deyir ki, bundan artıq demə. Və qilə sükutus sami. Bəziləri isə deyiblər, yox, sükutdan murad, yəni mütəkəllimin sükut eləməsi deyir. Bəlkə müxatəbin, o eşidənin sükut eləməsidir. Bəs murad müxatəbin sakit olmasıdır. Yəni sami deyək ki, bəsdir. Əgər bəsdir deməsə, mütəkəllim gərək mətləbin ardını desin, ta eşidən qani ola, hər qədər ki istəyir. Bu qovlu doyumdur, yəni ikinci qovludur. Və qilə kileyhuma. Üçüncü ehtimal isə budur ki, deyiblər, murad hər ikisinin sükut eləməsidir. Yəni, həm mütəkəllim nə qədər istəsə danışa, həm də müxatəb də o miqdara qani ola. Və xərəcə. Xərəcənin təqdirindəki zəmir müsənnifə qayıdır, Cənab-ı İbn Malikə. Və xərəcə bihi, zəmir burada müfidə qayıdır. Xərəcənin təqdirində, qarnında yatan zəmir isə müsənnifə qayıdır. Və xərəcə bihi ma. Ma yəni o kəlami ki, la yufidu. La yufidu yəni la yəhsunu sükut əleyhdir. La yufidunun mənası budur. Kə inqamə məsələn. Buyurur ki, müsənnif bu müfid qeydi ilə, yəni müfid deməklə xaric elədi. Nəyi xaric elədi? O kəlami ki, o kəlamın faydası yoxdur. Yəni müfid kəlməsini orada gətirməklə faydası olmayan kəlamı tərifdən deməli qovaladı, çıxartdı. O kəlami ki, faydası yoxdur, nəhv alimlərinin yanında o kəlam hesab olunmur. Amma lüğət alimlərinin yanında kəlamdır, o ayrı bir söhbətdir. Bəs biz ki, dedik ki, biz nəhv alimlərinin kəlamı gərək müfid ola, inqamə məsələn, misal vurub inqaməni, şərt və cəza ikisi əgər bir-birinə vəsl olarsa, əzizimə, faydası var. Amma cəzasız şərtin ki, faydası yoxdur. Deyirsən ki, məsələn, əgər Cəllabada sizə gəlsəm, dalı yoxdur. Şərt var, cəza yoxdur. Nəyə? Məlumdur. Bu söz yox ki, kəlam-ı lüğəvidir. Amma kəlam-ı nəhvidir. Yəni, istilahi kəlamdır bu. Terminoloji cəhətdən buna kəlam demək olmaz. Çünki şərt cəzasız fayda verəndir, fayda verməz. Nə də ki, yəhsünü sükut onda yoxdur. Bəlkə üqəla buna gülərlər ki, deyəsən, əgər Cəllabada sizə gəlsəm, dalı iltiması duadır. Arxasıca bir söz yoxdur. Vəstəsna, yəni xaric elədi, istisna elədi minhu, yəni nəhvi kəlamdan, yəni nəhv alimlərin o müfid hesab elədiyi o kəlamdan, ya deyə bilərsən ki, vəstus niyə minhu, fi şərhi təshil, nəqlən halikoni ki, sibəvihdən və qeyri sibəvihdən. Burada deyir, ən sibəvih və qeyrihi bi müfidin, yəni müfid qeydi ilə nəyi ixrac elədi, nəyi xaric elədi? Ma deməli istəsnanın məfuludur. Yəni o kəlamı xaric elədi ki, la yəchəluhu, o kəlama heç kəs cahildir. Əhədün, bir nəfər də olsun, nəhvu ənnaru harrətün kimi. Cənab-ı Şarih Molla Cəlal buyurur ki, müsənnif Şərh-i Təsir kitabında Sibəvih və Sibəvihdən qeyrilərindən nəql eləməklə müfid qeydi ilə xaric eləyib o kəlamı ki, o kəlamın mənasına heç kəs cahildir. Yəni, hamı o kəlamın mənasını bilir. Məsələn, biri qışqırır ki, diqqət, diqqət, sos çalınır, həyəcan siqnalı. Biz də ki, məsələn, iki qulağımızı dörd açırıq ki, görəsən, ay balam, hansı bir dərdə dəyən bir söz deyəcək, bir kəlam deyəcək. Görürsən ki, deyir, ağalar, ənnaru harrətün. Od yandırandı, atəş yandırandı. Aya, biz cahil idik buna ki, atəş istidir, ya hamımız bilirdik. Buyurur ki, bu kəlam deyir. Niyə? Çünki müfiddir. Müfid odur ki, cəmaat kəlamın mənasına cahil olalar. Bu ənnaru harrətünə ki, heç kəs cahildir. Hətta tifli müməyyiz, yaxşını pisdən ayırt eləyə bilən uşaq da bilir ki, bəli, od yandırandır. Divanə də hətta bilir ki, od yandırandır. Bəzi rozaxanlar da məsələn minbərdə və bəzi mollalar da oturanda minbərdə məsələn ənnaru harrətün kimi söhbət eləyirlər. Bir mətalib danışırlar ki, onu hamı bilir. Qədim təqvimlərdə var idi, yazırdılar ki, məsələn, yanvar ayının əvvəlində hava soyuq olacaq. Bunu hamı bilirdi. Elə yanvar ayı qış ayıdır, soyuq olacaq. Ya baharın əvvəlində güllər çiçək açacaq, bitəcək, nə bilim, ağaclar
başlayacaq yarpaqlamağa. Bunu hamı bilir də. Bunlara deyirlər ki, la yufiddir bu sözlər, bu kəlamlar. Çünki hər aqil bunları bilir. Bəs müsənnif şərh-i təhsildə buyurub ki, o kəlam ki, onun mənasını hamı bilir, o kəlam nəhvi kəlam sayılmır. Və buyurub ki, bu fərmayişi Ağay Sibevih və qeyri Sibevih deyiblər. Yəni Sibevih bunu buyurub ki, bəli, o kəlam kəlamdır ki, o kəlama cəmaat cahil olalar. Bab-ı salatda var ki, məsələn, bir neçə şey səcdə-i səhvə səbəb olar. Biri də kəlamı bicadır. Ki, səhvən insan danışa. Əgər qəsdən bir kəlam desə, namaz batil olur. Burada murad lüğəvi kəlamdır. Nəinki istilahi kəlam. Bəli, buyurur, fəleysə, ma la yəcəluhu, leysənin ismidir bu. Fəleysə, ma la yəcəluhu leysə, bi kəlamin. Bəs bu ma la yəcəluhu əhədün kəlamı, kəlam-ı nəhvi deyir. Amma kəlam-ı lüğəvi hesab olunur bu öz yerində. Namazı da batil eləyir. Vələm yüsərrih bi iştirati kovnihi mürəkkəbən kəma fəaləl cəzuli kə qeyrihi lil istiğnai ən. Deyir, bəli, zahirən ünmuzəcdədir, səhv eləmirəmsə, kəlamı tərif eləyib deyir ki, ləfsün mürəkkəbün. Burada isə Cənab Müsənnif İbn Malik demədi ki, mürəkkəbün, dedi kəlamına ləfsün mufidün. Mufidün dedi, mürəkkəbün demədi. Mürəkkəbün qeydin gətirmədi. Bəzi başqa nəhv alimləri də deməli mürəkkəbün qeydin gətirməyib. Bir nəfər gəlir işgal eləyir ki, ağa, niyə axırda mürəkkəbün qeydin gətirmədin? Cənab müstəşkil ki, çün kəlam gərək mürəkkəb olsun, o nöqteyi nəzərdən müsənnifə işgal varid eləyib. Kəlam ya mübtəda ya da mübtəda və xəbərdən tərkib tapar ya da ki feil və faildən. Niyə mürəkkəbin qeydin gətirmədin? İşgal bu idi ki, dedik. Cənab-ı Molla Cəlal istəyir bu işgala cavab versin. Məsəldir, ya bilmirəm, vaqiyyətdir, vaqiyyən olmuş şeydir, qissədir. Nəql eləyiblər ki, bir dərviş var imiş, namaz qılmırmış. Dedilər ki, ağa dərviş, namaz Şiə məzhəbinin, bəlkə İslam şəriətinin zəruriyyatlarındandır. Niyə namaz qılmırsan? Dərviş dedi ki, mən Nada Əli deyirəm ki, pedər namazdır. Namazın dədəsidir ki, mən onu deyirəm. Nada Əliyyən məzhərəl əcaib. Cənab Molla Cəlal həmin cavabı verir. Deyir, sən ki işgal eləyirsən, niyə qeydi mürəkkəb gətirmədin? Molla Cəlal deyir, müsənnif bir şey deyib ki, o sənin başı üçün deyil, sən başa düşməyibsən, mürəkkəbinin dədəsidir. Nə dedi cənab müsənnif? Mürəkkəbün demədi. O şey mürəkkəb olmasa müfiddə deyir ki, bəs lazım deyir mürəkkəb ləfzin gətirsin. Çün mufidün dedi, elə mufidün kəlməsindən tərkib başa düşülür, tərkib görünür. Bəs mürəkkəbün demək ləğvidir. Vələm yüsərrih fi iştirati kovnihi mürəkkəbən. Və təsrih eləmədi, yəni açıqlamadı cənab müsənnif kəlamın mürəkkəb olmasın, yəni şərt bilmədi. Yəni kəlam olmaqda mürəkkəbinin şərt olmasını cənab müsənnif açıqlamadı, təsrih eləmədi. Kəma fəaləl cəzuli, necə ki mürəkkəbin deməyi yerinə gətirdi. Cənab-ı Cəzuli ki, Cəzuli mürəkkəbin ləfzini deyib. Kə qeyrihi, Cəzulidən qeyriləri kimi ki, onlar mürəkkəbin deməyib. Fəqət Cəzuli deyib, vələm yüsərrih. Niyə ləm yüsərrih? Lil istiğnai ənhu. Bu cəhətə görə ki, bizim mürəkkəbin deməkdən biniyaz oluruq, yəni ehtiyacımız olmur. Niyə? Çün müsənnif pedər mürəkkəbini dedi. Niyə biniyazıq? İzleysə lənə ləfsun mufidun və huvə qeyru mürəkkəb. Ona görə ki, bizim üçün elə bir ləfs yoxdur ki, o ləfs müfid ola və halbuki o ləfs qeyri mürəkkəb ola. Yəni o ləfsi ki, müfiddir, deməli elə mürəkkəbdir. Ya mübtəda və xəbərdən tərkib tapıb, təşkil tapıb, ya da ki, feil və faildən. Yəni bizim nəhv elmində elə bir ləfs yoxumuzdur ki, o ləfs nə ilənsə tərkib tapmaya, amma o ləfs müfid ola. Deməli, o tərkib tapıb ki, müfid olub. O ləfsi ki, müfiddir, qeyri mürəkkəb deyir ki, o elə mürəkkəbdir. Ləfs ta nə qədər ki, mürəkkəb olmayıb, heç vaxt müfid deyir. Bu müfidündən də bilinir ki, bu kəlam mürəkkəbdir, tərkibsiz ki, müfid olmaz. Bəli, və əşarə ila iştirati kovnihi mövzuən ey məqsudən. İbarətin tərcüməsi belədir ki, müsənnif kəlamın nəhvi kəlam olmasında mavzu,
yəni məqsud, yəni kəlamda qəsd və qərəzin, yəni dəlalət-i təsdiqinin şərt olmasına işarə elədi müsənnif. Kəlamına ləfzün mufidun kəstəqim deməklə işarə elədi buna ki, kəlam o vaxt kəlam-ı nəhvi olar ki, misli istəqim olsun. Misli istəqim ola, yəni nə? Yəni mütəkəllim istəqim deməklə onun mənasını qəsd eləyir. Yəni dəlalət-i təsdiqi.